Bakıxanovda, mərkəz ərazidə bir dənə düşmə variant çıxıbdır. 5 otaqdır. 5 otaq göstərəcəm, videosunu çəkəcəm. Yerləşmə yeri yaxşı ərazidir bu. Arzu Şadıq sarayına yaxındır. Bax, girişdə sağ tərəfdə bir dənə otaq, yataq otağı, balkona çıxır. Leningrad proyektidir. İki tərəfdə də balkonları var. Belə bir balkonu var. Təmiri orta təmirdən biraz aşağıdır. Polu taxta poldur. Bax, göstərirəm, bax. Kraskalı poldur. Bu ikinci otaq. Burada da eyni qaydada balkona çıxırsan. Bax, burada da balkona çıxmağa yeri var. Bu 5 otaqları qəşəng 5-in 4-ə düzəltmək olur. İndi göstərəcəm. Bax, bu üçüncü otağımız. Otaqların hamısı heç işığı yandırmıram. Bax, işıqlıdır. Geniş işıqlı otaqdır. Bax, bu dördüncü otağımız zal. Zaldır. Buradan da iç-içə bir dənə otaq var. O birisi otağa keçmək üçün. Burada da balkonu var qabağında. Bax, qapısını göstərdim, görün. Bax, qapısı. Bu da 5-ci otağa keçirdi. İstəyən olsa 5 otaq kimi saxlayar. Bu da 5-ci otağa keçir. İstəyən də olsa buranı açar, geniş bir dənə qəşəng zal yaradar. Bax, bu haradasa elə 18, 18, 36, 40 kvadrata yaxın böyük bir zal əmələ gətirir. Mərtəbəsi də yaxşıdır. 9-un 7-ci mərtəbəsidir. Bu da kuxunadır. Hamam tualeti göstərdim. Kuxnanı göstərəcəm. Bu da kuxnamızdır. 9-un 7-si Leningrad proyekti. Buradan da balkona çıxış var. Burada balkonu qatıblar içəri. 9-un 7-si 5 otaq. Bakıxanovda Arzu Şadıq sarayına yaxın. Qiymət də çox münasibdir. Qiyməti şərhlərdə deyəcəm. Çox münasibdir. Yəni, inanın ki, çox münasib qiymət.